Su, ağac, alov, torpaq, metal, metafizikada U, sin ya da 5 elementin gücü bizim həyatımızda. Numerologiyada 5 element doğum tarixində açılır. Hansı element güclüdür, hansında boşluq var, xarakterimiz, qərarlarımız və taleyimizin istiqaməti məhz buradan formallaşır. Feng Shui'da 5 element məkanın enerjisini idarə edir. Astrologiyada zamanın ritmini və taleyin dövrlərini göstərir. Sağlamlıqda elementlərin balansı bədənin sağlam və ya zəif vəziyyətdə olduğunu göstərir. Pul mövzusunda 5 element bolluq axının açarıdır. Münasibətlərdə sevgi və uyğunluğun təməlini təşkil edir. 5 element qarmoniya içində işlədikdə həyat enerjisi düzgün axmağa başlayır. Elementlərin uyğunluğu taledə əsas qapıları açır. Balans varsa həyat axır, balans yoxdursa sistem zəif.